Salam dostlar, bu gün sizlərə bu günə qədər nə qədər birjalarda belə deyim pul çıxarış yaxud da pul depozitinə komissiyalar ödəmisinizsə, bu airdrop vasitəsilə həmən o komissiyalarınızı geri qaytarasınız. Bu vaxta qədər hansı kaşalokdan istifadə etmişsinizsə, həmən kaşalokdakı bütün komissiyalar sizə bu airdrop vasitəsilə geri qayıdır. Bu airdropun əsas məqsədi onu təşkil edir ki, istər Mex, istər Trust Wallet, istər Binance, istərsə də fərqi yoxdur, hansı kaşlok istəyir olsun, həmən kaşlokda bu günə qədər etdiyiniz ödəmələrə verdiyiniz komissiyalar sizin balansınıza qayıdır və həmən komissiyalar sizin balansınıza bunun tokeni olan BN token kimi qayıdır və siz airdrop bitimində istifadə etdiyiniz, bu günə qədər istifadə etdiyiniz bütün komissiyaları geri götürmüş olursunuz. Saytın linkini videonun rəylər qisminə qoymuşam. Həmən linkdən daxil olursunuz. Burada belə bir yer açılır. Burada Connect X-in üzərinə vurursunuz. Connect X-in üzərinə vurduqda, yəni Twitter'ı bağlamağın üzərinə vurursunuz. Twitter'ı bağlayırıq dostlar. Twitter'ımızı bağladıqdan sonra qarşımızda belə bir xana açılır. Hal-hazırda gördüyünüz kimi 154 BN tokenim var. Bu da mənim vaxta qədər Metamask adresimdə, Metamask cüzdanımda 64 dollarlıq Ethereum komissiya ödəmişəm. Yəni pul köçürmələrinə, bir də pul çıxarışlarına onu mənə geri qaytarıb hesablayıb BIN formasında, 154 BIN formasında mənə geri qaytarıb. Və bu BIN-lər airdrop bitimində yenidən tokenə çevrilir və bizim hesabımıza düşür. Ethereum-un özünün təşkil etdiyi bir airdropdur və vaxta qədər ki, Ethereum komissiyaları edən bütün müştərilərinin pullarını yenidən özlərinə geri qaytarır. İndi isə gəlin bunu hansı formada almaq olar, onu göstərim sizə. Burada qaz report bölməsi var, qaz report bölməsi, baxın bu hissədə. İndi mən orada göstərə bilmirəm qaz reportu. Çünki mən bunu bir dəfə etmişəm. Ona görə ikinci səfər mənə icazə verilmir. Amma sizə başqa formada bunu göstərə bilərəm. Bir dəqiqə dostlar. Deməli. Aha. Baxın dostlar, burada View Your Gas Report bölməsi var. Həmən bölməyə daxil olursunuz. Həmən bölməyə daxil olan zaman bir xana olur. Orada wallet quraşdırmağı, yəni adresi quraşdırmağı bizə tapşırır. Həmən adresi quraşdırdıqdan sonra aşağıda 2 dənə cüzdan quraşdıra bilirsiniz. Yəni 2 dənə komissiyalar ödədiyiniz cüzdan quraşdıra bilirsiniz. Həmən aşağıda qaz reportu, yəni istifadə etdiyiniz komissiya reportunu üzərinə vurursunuz və gözləyirsiniz. Bir müddət keçəndən sonra artıq sizin qaz, yəni komissiyalarınız hesablanır və bu formada, məndəki formada göstərilir və BN formasında sizin hesabınıza yatırılır. Airdrop bitimində də siz bu BN tokenləri ala bilirsiniz. Yəni USD-yə çevirə bilirsiniz. Sağ olun, sağlıqla qalın.